Salam, xoş gördük sizi əziz AHB televiziyasının dəyərli izləyiciləri. Biz bugün teatrların cəmiyyətdəki rolundan və teatrların dövrümüzdəki sosial və siyasi məsələlərə təsirlərini müzakirə edirik. Qonağım tanınmış rejissor Gümrah Ömərdir. Gümrah bəy, proqramımıza xoş gəlibsiniz. Xoş gördük. Bugün teatrların cəmiyyətdəki rolunu necə izah edə bilərik? Cəmiyyəti dəyişmək üçün və yaxud onun qarşısında durmaq üçün teatrlar hansı vasitəni oynaya bilər? Məncə çox maraqlı və geniş, əhatəli bir mövzudur bu məsələ. Əlbəttə, yəni teatr yarandığı dövrdən üzü bu yana cəmiyyətdə hansısa bir dəyişiklikləri, hansısa bir mərhələni keçməkdə teatrın təbii ki, əvəzsiz rol olubdur. Bu yaranışından ta bizim bugünkü günümüzə qədər teatr cəmiyyət üçün maraqlı olan, cəmiyyət üçün vacib olan, aktual olan mövzuları hər zaman qaldırıbdır. Cəmiyyətin dəyişməsində çox yaxından iştirak edibdir. Bəlkə də deyərdik ki, çox önəmli, vacib, önəmli bir rol oynayıbdır. Təbii ki, hər bir cəmiyyətin bir ideologiyası olmalıdır. Teatrda bax bu ideologiyaya görə çox belə möhtəşəm bir mərhələ yol keçibdir. Aydın məsələdir ki, bu ideoloji teatr həm də təbii ki, klassik teatr modeli kimi özünü realizə elədi. Bu da bildiyiniz kimi qədim Yunan teatrından üzü bu yana gəlmiş. Amma təbii ki, teatr bundan ibarət deyil bütövlükdə. Bu bir istiqamətdir, bu bir yoldur. Təbii ki, teatrın başqa alternativ istiqamətləri də var. Bu da bizim istiqamətimizi müəyyənləşdirən vacib məsələlərdən biridir. Çünki burada bizim milli teatr düşüncəmiz, poetik teatr düşüncəsi çox önəmli, vacib rol oynayır. Təbii ki, biz cəmiyyətin həyatında önəmli rol oynaması, biz bunu son dönəmlərdə bilmişik ki, bax, Sovet teatrı deyilən bir anlayış olub. Bu, təbii ki, bir tribuna rolunu oynayıbdır. Bu tribunadan cəmiyyətə, insanlara, mənəviyyata, mədəniyyətə, sosiuma hansı mesajlar ötürmək lazımdırsa, bax, o tribunadan teatrda tribuna kimi istifadə olunubdur. Amma deyirsiniz, tribuna kimi istifadə olunub. Bugün yenə də edə bilmərik mi onu tribuna kimi? Sonra maarifləndirmək üçün də çox ciddi bir, əslində bir məqam var idi orada. Teatrların rolu böyük idi. Amma bugün elə bil ki, biraz azalmış kimi gəlir. Hər halda mənə elə gəlir ki, əlbəttə bu məsələyə bir problem kimi yenidən baxmaq lazımdır. Ümumiyyətlə, teatrın funksiyası, missiyası bundan mı ibarətdir? Yəni, teatr insanları tərbiyələndirməlidirmi? Teatr insanları maarifləndirməlidirmi? Teatr insanlara yolumu göstərməlidir? Yoxsa əslində teatrın daha dərin, daha vacib və daha önəmli bir missiyası var. Bax, bu təbii ki, mənə elə gəlir ki, mübahisəli bir məsələdir. Cəmiyyət hər halda təhtil şüur olaraq da bax, buna öz reaksiyasını verə bilir. Mən hesab edirəm ki, bu təbii çox normal, sağlam bir prosesdir, üzvü bir prosesdir. Çünki teatr sənəti də, cəmiyyət də canlı bir orqanizmdir. Bunlar gedib öz münasibətlərini hansısa məqamda necəsə aydınlaşdıracaqlar, hansı güclü olacaq, təbii ki, onun dalıca gedəcəklər. Əgər cəmiyyətin diktəsi varsa, təbii ki, teatr onu nəzərə alacaqdır. Amma cəmiyyət hesab edəcək ki, teatr güclüdür, teatrın missiyası daha önəmlidir. Buna görə təbii ki, cəmiyyət onun dalıca gedə biləcək. Bu çox canlı bir prosesdir. Mən elə gəlir ki, bunu zaman özü həll eləyəcəkdir. O zaman Gümrah bəy, siz bir rejissor kimi tamaşaçını düşündürmək, yoxsa onu hiss etdirmək var. Bunun ikisindən hansını daha çox önəm verirsiniz? Çox yaxşı sualdır. Ümumiyyətlə, mənim üçün bax, bu hər ikisi önəmli və vacib bir məsələ hesab edirəm. Tutaq ki, mən hansısa bir teatr var. Həmin o teatrın öz poetikası var, istiqaməti var, özəllikləri var. Və bilirəm ki, tutaq ki, bu teatrın repertuarı, bu teatrın, nə bilim, tamaşaçısı hansı istiqamətdə formalaşır, bu teatr hansı repertuar üzərində formalaşırsa, mən təbii ki, ona uyğun material seçirəm və işimi o cür qururam. Mən hesab edirəm ki, əlbəttə, yəni ki, elə teatrlar var, oradan cəmiyyətə hansısa bir mesaj vermək lazımdır.
bir ideya səsləndirmək lazımdır. İnsanları nəyəsə bir istiqamətə səslənmək lazımdır. Amma tutaq ki, mənim böyüyüb başa çatdığım Yuğ teatrında təbii ki, məqsədlər tamamilə başqadır. Oradakı hədəflər tamam bir başqa məsələdir. Orada biz kimisə hər hansısa bir ideya ətrafında birləşməyə çağırmırıq. Çünki biz daha dərin teatrın öz mahiyyəti, əsas missiyasını düşünürük ki, onunla uğraşmaq lazım və onu insanlara təqdim eləmək. Çünki insanlar gəlib orada öz məsələlərini, öz mənəvi məsələlərini, onları narahat eləyən mənəvi mətləblərlə bir üz-üzə qalsınlar. Onları tutuşdura bilsinlər, onların o tutuşmadan aldığı qənaətlərlə yaşaya bilsinlər. Mən sizin indi Yuğ teatr dediniz, Yuğ teatrında olanda quruluş verdiyiniz bir çox tamaşalara baxmışdım. Bayaq da dediniz ki, əslində mövzular çox dərin qoyulur. Mənə elə gəlir ki, mövzunu nə qədər dərin, psixoloji cəhətdən dərin qoyduqca tamaşaçılar sayı da azalır. Əslində bu bilmirəm, bəlkə də reallıqdır. Tamaşaçı yəni kütləviləşmir belə tamaşalarda. Təbii ki, əlbəttə hər bir teatrın öz janrı varsa, onun da belə deyək, onun istehlakçısı da var da. Yuğ teatrı zaten kütləvi bir teatr olmaq üçün də nəzərdə tutulmayıb. Hal-hazırda onun əvvəllər tutaq ki, bir 65 belə zalının tutumu var idisə, indi hal-hazırda 35 nəfərlik bir zalı var. Təbii ki, bu baxımdan bu 200, 300, 500 min nəfərlik zal deyil. Yəni orada ünsiyyət, münasibət daha intimdir, daha tamaşaçı və oyuncu iç-içədir, bir-birinə yaxındır. Ona görə də təbii ki, oradakı qoyulan məsələlərin mahiyyəti və kökü başqadır, məqsəd başqadır. Amma əlbəttə İtalyan qudsu dediyimiz, klassik teatr dediyimiz məsələdə insanlar mütləq hansısa bir ideyanı eşitməlidir, duymalıdır. Hər hansı bir çağırış olmalıdır, bir ali məqsəd olmalıdır. Onu maraqlandıran, ona aktual olan mövzuları səhnədə görməlidir, ona münasibəti görməlidir. Bu baxımdan mən hesab edirəm ki, o tamaşaçı sayını məhz daha çox klassik teatr modelində ifadə etmək lazımdır. Amma mənə çox maraqlı gəlir, indi şükürlər olsun ki, teatrlarımızda tamaşaçı axını var, insanlar bilet alırlar, gedirlər, baxırlar. Onları maraqlandıran tamaşalar var və o istiqamətdə belə hesab edirəm ki, teatrlar indi artıq əziyyət də çəkmirlər bu mənada. Məhsullarını sata bilirlər, tamaşaçılar ora gələ bilir və görünür ki, maraqlıdır və ehtiyacları var bu cür teatra, bu cür estetikaya, bu cür yanaşmaya və bu qarşılıqlı bir proses kimi görək hara gedəcək. Mən sizin teatrlarda bir çox tamaşalarınıza baxmışam, quruluş verdiyiniz tamaşalarda. O demək, həm yerin darlığından ibarət olurdu. Bəlkə də ondan idi. Həm də tamaşaçı ilə bir, bayaq dediniz, çox yaxınlıq var idi. Hətta bəzən tamaşaçı əl uzatsa sanki sizə çatardı. Bu yaxınlıqda tamaşaçının reaksiyasını daha yaxşı hiss eləmək olur məncə. Ümumiyyətlə, tamaşaçının reaksiyası mənfi ya müsbət, o rejissora gələcək görəcək işlərdən nəsə təkan verirmi? O yenə də rejissorun məqsədindən asılıdır da İlqar bəy. Çünki sən istəyirsən ki, sənin tutaq ki, bu tamaşan satılsın. Yəni bunun daha çox tamaşaçısı olsun. Deyilmi? O zaman təbii ki, sən tamaşaçının zövqünü, maraqlarını, onu qıcıqlandıran, onu düşündürən məsələlərlə o tutaq ki, mövzunu ifadə eləməyə çalışacaqsan. Yox, əgər sən istəyirsən ki, o səninlə bir məhrəm bir ortağını paylaşsın, daha belə incə, duyğusal bir məqamı, o zaman sən onu çox qıcıqlandırmayacaqsan. Təbii ki, sən bu mənada təbii ki, rejissor düşünməlidir. Hansı istiqamətə işini qurmağa meyillidir. Təbii ki, bu da bir peşə məsələsidir. Bu, təbii ki, hər peşəkar tərəfindən diqqətə alınmalıdır. Əlbəttə, tamaşaçısız teatr ola bilməz. Əlbəttə, yəni, aktyorlar ancaq özünə oynaya bilməz axı. Bu, qarşılıqlı bir ünsiyyətdir. Tamaşa iki tərəfdə baş verir. O tərəf və bu tərəfdə. Yəni, tamaşaçının baxmağı da özü bir tamaşadır, teatrdır. Oyun da bir teatrdır. Necə ki, aktyorlar buradan tamaşaçı zalını hiss edirlər. Tamaşaçı zalı da ilə aktyorların oyununu, duyğularını, hisslərini, emosiyalarını duyur. Vaxtilə, indi bilmirəm, axır vaxtlar rast gəlməyəm, mənə teleteatrlar var idi. Məsələn, teleteatr tamaşalar var idi. Tamaşanı çəkirdilər, televiziya vasitəsindən nümayiş elətdirdilər. Bu, axır vaxtlar yoxdur məncə. Ümumiyyətlə, bu teatrlara texnologiyanın inkişafı necə təsir edəcək sizcə? Bugün də vizual olaraq, reallıq baxımından fərqli texnoloji yeniliklər gəlir. Teatr dəyişəcəkmi sizcə? Əlbəttə, əlbəttə. Teatr dəyişəcək. 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 Teatr dəyişəc
Teatr məncə dəyişməyəcək. Sadəcə tutaq ki, hər hansı bir məhsulun hazırlanmasının keyfiyyəti dəyişəcək. Necə ki, texnikanın inkişaf etməsi bizim belə deyək, sosial, maddi, mənəvi həyatımıza təsir eləyirsə, bu vasitədir. Bu vasitə ilə sən tutaq ki, bu texnika ilə sən bu işi daha asan başa gətirə bilərsən, daha təmtəraqlı eləyə bilərsən, daha göz oxşayan eləyə bilərsən. Düşün, amma teatrın məzmununu, mahiyyətini dəyişmək təbii ki, yalnız sənətkar, yaradıcılıq, ideya, onlar dəyişəcəkdir. Onlar da əgər o istedadlı insan, o sənətkar varsa, təbii ki, dünyanın gedişatını necə böyüklər dəyişirlər, yaradıcılıqda da bu istedadlı insanlar yaradıcılığın istiqamətini belə dəyişəcəklər. Məsələn, yəni demək istədiyim odur ki, kitablar bugün artıq PDF formatında elektronlaşır. Sonra vaxtilə tədbirlər olurdu, konfranslar olurdu. Bugün konfranslar artıq webinarlar səviyyəsində artıq olur. Yəni gələcəkdə teatrların belə bir əndişəsi ola bilərmi? Teatrlar artıq buna keçsin. Çox çeşidli teatr növləri var da dünyada. Amma nə vaxtsa belə deyək də, günlərin bir günü biz hardasa bir başqa yerdə oturub da hansısa bir tamaşanı, Yaponiyadakı tamaşanı izləmək və özümüzü onun içində hiss eləmək kimi bir şəraitlə rastlaşırıqsa, bu təbii ki, bizə bunu ancaq nədir? Texnologiyanın imkanları, inkişafın imkanları bizə onu verəcəkdir. Amma düşünmürəm, bu yenə də hər bir tamaşanın öz belə deyək, estetik və texnoloji prinsipləri. Amma teatr hər zaman əbədi və əzəli olaraq insanın bir ehtiyacı var, insanların teatrda olmaq və teatr hər zaman düşünürəm ki, öz belə sambalını, öz missiyasını qoruya biləcəkdir. Mən bilən 20 ildən çoxdur da sizin o rejissorluq fəaliyyətiniz var, qurucu rejissorluq. Bəli. Tamaşaları. Ümumiyyətlə çatdırmaq istədiyiniz mesaj nədən ibarət olub? Məni maraqlandıran təbii ki, bir xeyli mövzular var, əlbəttə. Yəni mən belə mənim şəxsi özümə qalsa, mən belə düşünürəm ki, bu məsələdə əgər qurban olduğum bizə içimizə bir bu peşədə, bu sənətdə bir istedad veribsə və biz bu dönəmi bir insan olaraq yaşayırıqsa, biz bu cəmiyyətə çox həssas bir qruplarıq. Yəni o havada olan, cəmiyyətin belə deyək, cəmiyyəti gözləyən hansısa bir mövzular, məsələlər, əndişələr yəqin ki, birinci bizi tez xəstələndirir. Biz onu öz peşə vasitəmizlə xəbərini veririk, məlumatını veririk. Təbii bu da estetik formada olur. Təbii ki, çünki bu bədii yaradıcılıqdır. Bu birbaşa mesaj formasında olmaz. Bax, bu duyğuların bədii, estetik realizəsində belə olur. Bu mənada mən hesab edirəm, bütün yaradıcı insanlar eynidir. İstəyir rəssam olsun, istəyir rejissor olsun, istəyir şair olsun, istəyir yazıcı olsun. Bunlar nədir? Duyğusal, onların sanki belə deyək də, havada olan, gələcəkdə olan hansısa bir xəbəri, dürlü xəbəri, xoş xəbəri, nigarançılığı, narahatçılıqları duyur, xəstələnir, onu emal eləyib cəmiyyətə təqdim eləyir. İnsanlar da bax bunu öncədən bu simptomları duyur və özü ilə o teatr, tamaşa arasında, o yaradıcılıq arasında bir rabitə tapır və ona görə bir bağlılıq yaranır. Bu proses belə davam edir. Necə ki, biz sizin şeirlərinizi oxuyanda bax bu duyğularda özümüzü tapırıq. Amma siz onu deməli öncədən onunla xəstələnmisiniz və onun nəticəsini bədii, estetik formada təqdim edirsiniz. Biz də həmin orada olan və özümüzdə xəstələnməkdə olan məsələ ilə bir rabitə tapıb və onun bədii, estetik, gözəl təəssüratını ala bilirik. Bu quruluş verdiyiniz tamaşaların böyük bir qismi klassika ilə bağlıdır. Klassik əsərlərin üzərində qurulur. Yəni klassikaya yorulanda müraciət olunur, yoxsa klassika elədir ki, əlin çatmayan bir şey olanda ona müraciət eləməkdir. Klassikaya müraciət dəfələrlə dönə-dönə müraciətin səbəbi nə olur sizcə? Həm öz yaradıcılığınızda, həm də başqalarının yaradıcılığında da mən görürəm. Məsələn, Axundova çox müraciət olunur. Sanki Axundov elə bir zirvədir ki, o oraya başqaları yaxınlaşa bilmir. Yəni Azərbaycan ədəbiyyatından götürürəm. Mən bu barədə açığı heç düşünməmişəm. Niyə misalıma? Mən də belə deyək də, işlərimin çoxsu, kifayət qədər Şekspirə müraciət eləmişəm, İbsenə müraciət eləmişəm, Kasarisə müraciət, Axundova təbii müraciət eləmişəm, Malyerə. Yəni xeyli var bu mənada. Amma hər halda məsələ yəqin ki,
o mənim daha çox yəqin ki, mənim üçün bir keyfiyyətli material üzərindən bir bədii yaradıcılıq işini həyata keçirmək yəqin ki, marağım və həvəsim olub. Təbii ki, bu klassik əsərlər illərin sınağından çıxmış, belə kristallaşmış, artıq bərkimiş, soyuğunu, bərkini görmüş bir ədəbi mətndir. Bu mənada təbii ki, o istedadlı bir mətndir. Bunu illər zaman sübut eləyir bizə. İstedadlı, bərəkətli mətnsə o deməkdir ki, orada hər şey var. Orada nifrət də var, orada sevgi də var, orada tərəddüd də var, orada arzular da var. Kompleks şəklində bütün məsələlər sanki bir-birinin içində. Böyük sənətkarsa onu belə qəşəng nizamı ilə düzə bilir və bu bizim üçün bir xam maldır, bir materialdır ki, onun enerjisindən, onun mövzusundan yeni formada, yeni incəsənət əsərini təqdim eləyək. Yəqin ki, buna görədir. Amma təbii ki, gənc, müasirlərimiz olan istedadlı insanların da əsərləri var. Təbii ki, məni maraqlandıran onun istedadlı əsər olub-olmamağıdır. Yəni, xüsusilə əgər orada o istedadlı əsərdirsə, deməli, orada bir ruh iştirak edir, orada bir mənəviyyat məsələsi var. Təbii ki, orada bir ekzistensional var olma problemləri var. Məncə, sənətin də ən böyük gücü, bədii yaradıcılığında ən böyük missiyasından biri o ekzistensional məsələni, fərdi olan məsələni bəşəri məsələ səviyyəsində təqdim etmək niyyətidir. Bugün bilmirəm, doğru mu müqayisə edib, mənə elə gəlir ki, güldürən teatrlara daha çox gedir insanlar. Yəni, biraz mən sizin quruluş verdiyiniz bir neçə əsərlərə baxmışam, bunların hamısının ana konsepsiyasında duran məsələ insanı düşündürməkdir. Fərqli baxırsınız bir məsələyə, amma teatrlara düşünmək üçün gedən elə bir ki, adamların sayı azalıb. Ya bu hər zaman teatrın əsas məqsədi bəlkə də güldürmək olub, belə düşünürəm. Həm də ağlatmaq olub. Hə, bəli. Bəli. Yəni, mən düşündürmək, güldürmək və yaxud ağlatmaq, buna təbii ki, nisbi baxıram, şərti baxıram. Təbii ki, elə tutaq ki, tamaşanın içində, hətta faciə olsa da belə, təbii ki, orada komedik nədir, situasiyalar yoxdur demək olmaz. Təbii ki, var. Yəni, bunlar da olmalıdır və yaxud komediyadırsa, orada bir ciddi, mən o fikirlə ümumiyyətlə razıyam ki, komediya bitən yerdən faciə başlayır. Amma faciə bitən yerdən də artıq yəni komediya, işıq, gülüş, gülüş axı özü bir neymətdir. Bax, o xoşbəxtlik üçün çox önəmli və vacibdir. Buna görə də gülməli, nə bilim, komik janrda olan tamaşalara getməyi mən dəstəkləyirəm. Əslində onun içərisində də bayaq dediniz, çox doğru deyirsən, faciə var ki. Təbii ki, var. Bütün tutaq ki, Axundzadənin, Allah rəhmət eləsin, ona altı komediyası baxırsan, altı üstünə baxırsan, necə ciddi, necə həm də qorxulu, necə belə perspektivdə belə, tutaq ki, misal üçün, orada bir Monsieur Jordan Dərviş məsələdə bir məqam var, məsələ var, tutaq ki, bu xanım qızının, belə deyək, yoldaşının, sevgilisinin, nişanlısının Parisə getməməsi üçün əlinə cadu yatır. Quraşdırır evinə bir həmin o dərviş məsələ şahı çağırır. Və bu adam, bu dərviş bunlardan bu əməliyyatı həyata keçirmək üçün 100 bacaqlı deyilir orada və o da məlum olur ki, o qızının dilindən 200 qoyun, toğlu satmağın onun müqabilində. Bax, indi təsəvvür edək. Paris dağıldı, dağılmadı, bunlar hamısı öz yerində, sonra çıxıb getdi. Bu şərəf, Şahrabanu xanım, bu 200 toğlunun pulunu, hətta orada deyir ki, toy xərcinə bir şey qalma, necə örtbasdır eləyəcək? Və yaxud onun həmin o hörmətli, ağıllı Hatəm xan, doğrudan o hörmətli və yəni el içində çox belə nüfuzlu bir adamdır. Bax, o yəni varını, dövlətini hesablamır, diqqətə almır, belə mi olacaq? Bu günlərin bir günü nə olacaq? Əvvəl-axırı bu məsələ, axı bu sirdirsə, sir bir insandan başqa iki insan arasında baş verən heç vaxt sir ola bilməz. İki insanın gördüyü bir şey sir ola bilməz. Görürsün, Axundzadə də bizə deyir ki, bunun sonrası daha dəhşətli olacaq. Yəni, insanlar, siz görün, nəyə əl atırsınız, nəyə eləyirsiniz? Bax, başqa cür necə tutaq ki, o bizim topluma, cəmiyyətə mesajını versin. Başqa bir müstəvdə, əgər bu toplum
tutaq ki, İslam mədəniyyəti müstəvisində yaşamağa, var olmağa meyillidirsə, deyir ki, bax, İslamda fala baxmaq, cadu eləmək falan, bunlar nədir? Günahdır. Amma sən isə övladının xoşbəxtliyi üçün, sanki o getməsə, onun nişanlısı, getməməsi üçün caduya əl atırsan. Sən bəri başdan haramla güya ki, xoşbəxtliyi nə eləmək? Təmin eləmək istəyirsən. Bax, bu müsəlman toplumunda bir şeylər ki, haramdırsa, sən o haramın üzərində necə xoşbəxtlik qura bilərsən? Əslində, Axundovun aktuallığının səbəbi də elə bəlkə budur ki, həmən müsəlman toplumu 150 il sonra da həmən düşüncədə qalır. Bunu Axundzadə belə deyək də, məqalədə falan da demir, amma situasiyalarda, münasibətlərdə deyir və bu o qədər doğma, o qədər doğru, o qədər biz onunla iç-içə yaşayırıq bu dəyərlərlə ki, bu min illərlə tükənməyəcəkdir. Mən, yəni, istəyirəm xoşbəxt olmağını, amma o xoşbəxtliyin yolunu əlimi həmən birinci atıram günahla. Günah onu xoşbəxt eləyə bilərmi? Təbii ki, yox. Deməli, gələcəkdəki təhlükələr daha dəhşətlidir. Amma indi biz necə eləyək? Yalnız belə əyləndirək Axundzadənin tutaq ki, bu komediyalarını. Bəs bu mesajlar, bəs bu təhlükələr, bəs bu nigarançılıqların qabağını kəsək, örtək, orada belə bir şey yoxdur. Onda mənə elə gəlir ki, teatrda bəsitləşər də. Əslində, Axundov tək güldürmür, həm də düşündürür, ciddi düşündürür və bugün də biz ona görə təkrar ona qayıtmağa meyilli oluruq. Əlbəttə. Uzun illər qurucu rejissor oldunuz teatrda, Yuğ Teatrı. Yuğ Teatrı Azərbaycan müstəqillik qazanandan sonra yeni bir fikir idi əslində. Təbii ki. O rəhmətli bunu da çox xatırlamaq vacibdir. Vaqif İbrahimovlu çox istedadlı bizim bir rejissorumuz. Həm şəxsən müəllimi, ustadı. Yeni bir nəfəs gətirdi, yeni bir ruh gətirmişdi və bunu da sizin timsalınızda gənclərin davam elətdirdiniz. Ümumiyyətlə, sizin fikrinizi bilmək istəyirəm. Yox, tamaşaçı estetikasını yüksəltmək baxımından hansı işləri gördü sizcə? Çox maraqlı sualdır bu da və düşündürücü sualdır həqiqətən. Mənə elə gəlir ki, rəhmətli müəllim bu teatrı, təkcə bu teatrı yaratmadı. Bu teatrla bərabər onun bir poetikasını yaratdı, teatr poetikası. Sonra onun metodikasını yaratdı. Və deyərdim ki, yəni son dönəmlərdə bizdə indi dərs deyirik, öyrənirik, baxırıq, görürük, izləyirik, araşdırırıq və son dövrlərdə belə bitkin bir poetika yoxdur və ki, həm də onun bir metodikası olsun, onu tədris eləmək, təlim eləmək mümkün olsun. Biz bu araşdırmalarımız da bizə bunu deyir. Bu mənada bu həm də bir dünya görüşüdür, bu bir yəni dünyaya bir yeni baxım bucağıdır. Və çox sevindirici halda ondan ibarətdir ki, məhz bu poetika bəşəri məsələlərlə bərabər, həm də bizim milli mənəvi mədəniyyətimizin üstündə formalaşdı və formacasa dünyəvi oldu. Toxumu, milli mənəvi dəyərlərimiz və amma forma, özünün realizə forması isə sərbəst və dünyəvi oldu. Bax, bu da bizim müəyyən mənada götürsək, bu da bizim xoşbəxtçiliyimizdir. Amma şükürlər olsun ki, bax, bu günləri həmin o məktəbi keçən rejissorlarımız, müəllimin tələbələri, bunlar yenə də bizim ölkəmizdə, kənarda peşəkar rejissor olaraq işlər görürlər, qəribə, maraqlı, əsrarəngiz və təbii ki, yəni yenə də hər hansı bir teatrın repertuarına uyğun peşəkar işlərini görürlər, amma formaca qəribə, maraqlı, modern üslubda, çünki belə yeni, heç kimin bənzər gözlənilməz bir formada, realizə forması. Bu da bu məktəbin təbii ki gücüdür, mən belə hesab edirəm. Rəhmətliyin bizə verdiyi tərbiyənin nəticəsidir. Ona görə biz istəsək də, istəməsək də hər bir məsələyə sferik baxmağa çalışırıq. Bunun görünən bu üzünün o biri tərəfindən avarı altında, üstündə hamısını bir yerdə görmək və hamısını bir yerdə ifadə eləmək niyyətində oluruq, cəhdindədir. Nəticə necə alınırsa, o da təbii canlı prosesdir. Kemal bəy, siz həm də pedaqogsunuz. İncəsənət Universitetində rejissorluqla bağlı dərs keçirsiniz. Bu rejissorluqla bağlı gələcəyə ümidlərimiz necə ola bilər? Həmişə deyiblər də, indi bizdə yəqin ki, hər zaman bizim də gəncliyimizdə yaşlılar gülə güzar eləyirdilər.
ki, ay, hər şey bizim dönəmimizdə falan, amma Allah rəhmət eləsin. Bizim müəllimimiz, Vaqif müəllim heç belə görmədik onu. O həmişə gənclərin yanında oldu və onlara çox belə inamla baxdı və o inam da mənə elə gəlir, sonra nəticəsini verdi. Gör nə qədər onun rejissor tələbələri var, aktyor tələbələri var. Bax, cəmiyyətimizin, mədəniyyətimizin çox parlaq, işıqlı simalarıdırlar bunlar. Yəni, hətta o pessimizmə hərdən qapılsaq da, yəni, rəhmətli bizə bir örnək olmalıdır ki, biz inamsız yanaşa bilmərik. Təbii ki, hər dövrün öz tələbləri var, öz zövqü var, öz ovqatı var, amma içərilərində təbii ki, həmişə istedadlar var. Mütləq. Çünki, bax, bu istedad məsələsi bu toplumun genindədir. Biz çox istedadlı millətik, həqiqətən. Yəni, bax, xüsusilə bədii yaradıcılıqdasa bunun tayı bərabəri yoxdur. İstəyir musiqi olsun, istəyir rəssamlıq olsun, istəyir heykəltaraşlıq olsun, istəyir teatr sənəti olsun, kino sənəti. Hər bir sahədə ədəbiyyatımız, poeziyamız olsun, hər sahədə bənzərsiz, nadir belə insanlarımız var. Bu çox sevindiricidir. Mənə elə gəlir ki, o gənclərin içində də bu yolu davam edənlər mütləq olacaq. Mən çox təşəkkür edirəm Gümrah bəy gəldiyinizə görə. Proqramımızın sonudur və mən də sizin bu fikirlərinizə qatılıram ki, Azərbaycan elə şərqdə ilk teatr quranlardan bir ölkədir. Bəli, bəli. Allah rəhmət yəni bunu bu gün də dünya sayəsində səviyyəsində inkişaf elətdirib. Dünyanın yəni inkişaf eləmiş teatr sahəsində inkişaf eləmiş ölkələrindən mən bunu elə siz də burada iştirak edirsiniz. Dünyanın bir çox yerində də bizim teatrlarımızda təqdim olunubdur. Çox böyük də uğurlarla ölkəmizə də qayıdıblar. Və mən proqramımızın sonunda sizə bir daha təşəkkür edirəm dəvətimizi qəbul etdiyinizə görə. Mən sizə yaradıcılıq uğurları arzulayıram. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun. Bax, bu isti ortama görə, bu gözəl suallara görə, yenidən mən də belə o məsələlərə bir düşündüm, baxdım və bilmirəm nə dərəcədə onları belə dəyərləndirə bildim. Amma bu isti söhbətə görə xüsusilə təşəkkür edirəm. Çox sağ olun.